Vat komandasına zərmə zərbəsi indirəcək. Hop. Hörmətli izləyicilərimiz, hal-hazırda Qaraqaşlı kəndində Cavad FK və Şıxsalaqlı FK Cavad FK komandası Ağotdan oyunu başlayacaq. 6 nömrəli oyuncu başladı. Gözəl amma top oyun meydançasını tərk elədi. Topu saxla, tələfmə. Şıxsalaqlı komandası Ağotdan oyunu davam eləyir. Ablar, hal-hazırda çox gərgin oyun gedir. 6 nömrəli oyuncu ilə 14 nömrəli oyuncusu bir-birinə girmək şərti ilə oyun meydançanı tərk elədi. Hal-hazırda hesabımız 0-0 davam edir. Cavad FK komandasının dəstəkçilərindən böyük səmimi qəlbdən, ürəkdən dualar istəyirik. Fikrimiz oyunda olduğuna görə heç bir yazıları oxuya bilmirik, amma hesab hal-hazırda 0-0'dır və Cavad komandası çox təəssüflər olsun ki, Şıxsalaqlı komandası çox sərt şəkildə oyun davam edir hal-hazırda. Cavad FK və Şıxsalaqlı FK arasında çox gərgin mübarizə gedir. Darvazaya müqavimət göstərmir yoldaş. Cavad FK komandası cərmə zərbəsi ilə oyunu davam eləyəcək. Ver o topu baxsın. Oyuncular topun boş olması ilə bağlı öz fikirlərini bildirdilər. Qoy qırağa, qoy qırağa. Qaraqaşlı kəndində oyunumuz davam edir. Cərmə zərbəsi və cərmənin qarşısı alındı. Şıxsalaqlı komandası əks hücuma davam edir. Qəşəng Cavad FK komandası alqışlayıram. Ha? 15 nəfər izləyicimiz var hal-hazırda. O şey nə deyirlər ha? Oyuna falan nə deyirlər? Yo, şey... Судья. Bura gəl Feruz. Bura gəl. O televizorda abi yanlış çəkirəm. Televizorda o şey nə deyirlər o? Speaker. Sağ ol. Spiker Qabil. Hal-hazırda Cavad FK komandası hücuma hazırlaşırdı, amma Şıxsalaqlı komandası hücumun qarşısını aldı. Əks hücum davam eləyir. Təəssüflər olsun ki, Şıxsalaqlı komandası topu itirdi. Ağotdan oyun davam eləyir hal-hazırda. Diktor deyirsə, dik nədir? Spiker. Spiker deyil. Spiker Qabil Qasımlı. Diktora görə. Qəşəng Cavad FK komandası hal-hazırda hücum eləmək istirdi, amma hücumun qarşısı alındı. Örtüb bu maşın qalsın. Edən. Bura şey lazım idi, adı nədir? Belə oldu, əlində tutsan. Ondan. Yo, yaxşıdır, sakitdirlər, eləsinə baxma. Cavad FK və Şıxsalaqlı FK. Nətdə, nə bu zəy vaxtıdır.
Bir anlıq zəng gəlməyinə, yox bəs dostum. Hörmətli izləyicilərimiz, sizdən üzrxahlıq eləyirik. Bir anda zəngin gəlməsi ilə bağlı setimiz dirənmişdi. Hal-hazırda Şıxsalahlı və Cavad FK komandası arasında mübarizə davam eləyir. Cavad FK komandası çox fəal iştirak eləyir hal-hazırda. Cavad FK komandası Ağotdan oyunu davam edəcək. Başı o elə də Firuz bəy. Hal-hazırda şot 0-0'dır. Of, qəşəng şutun var abi sən. Stansiyanı gördükdən ölməlisiniz, AVS-niz falan. Qaraqaşlı stadionunda hal-hazırda Qrajdansk adamlar hərəkət eləyirlər stadionun ərazisində. Bəli, bəli. Bu da bizim seyidimizdir. Özümüzlə Cavad FK olaraq seyid gətirmişik ki. Hə, tək FK gedir də, nə o? Ay balaq. Ya. Vay, Strap. Abi danış. Allah səni nəhlətləsin. Sigareti soxdum bura, 5 dəqiqə canlı yayım şey oldu. Spamat istəyir. Hə. Mən su keçirmədim. Sən Söndür, yandır, bağla, aç istəyirəm. hörmətli izləyicilərimiz, ekranı tıklamağa davam eləyin. Canlı yayımımız Firuz bəyin sigareti ilə əlaqədar olaraq Qəşəng Cavad FK-nin qapçısı, alqışlayıram səni. İzləyicilərimizin istəyinə uyğun olaraq biraz canlı yayım yaxınlaşdırıldı. Hal-hazırda Cavad FK cərmə zərbəsinin cərmə dördü, nə deyirlər o? O da bilmirəm. Cərmə zərbəsidir. Hal-hazırda 10 nömrəli oyuncu çox gözəl performans sərgiləyir. Qəşəng Cavad FK amma topu itirdi. Şıxsalahlı əks hücuma başladı və Cavad FK hücumun qarşısını alır. Hal-hazırda 12 nömrəli oyuncu və 10 nömrəli oyuncu mübarizə aparır. Çox təəssüflər olsun ki, Ağotdan oyunu təzədən başlayacaqlar. Qəşəng Cavad FK komandası. Ha, bu TikTok uyarı kimsə profil açıb gəlib zamanla bir yaxdan deyirəm ki, mən yağım spama düşmüşəm. Cavad FK komandası ora nə deyirlər oradan top başlayanda? Aldı. Uglavoydan topu başladı amma təəssüflər olsun ki, gol olmadı. Gözəl, qəşəng Cavad FK. Əks hücum Şıxsalahlı tərəfdən. Oyna. Koy. Qoy qapıya Cavad FK. Qəşəng Şıxsalahlı komandasının qapçısı çox. Və hörmətli izləyicilərimiz, ekranı tıklamaq çox zəif olduğuna görə biraz da gəlsə canlı yayın bağlanacaq. Ekranı tıklayın. Dokuz. Başlayasın Allah'ın adına. Hal-hazırda Cavad FK komandası hücuma davam edir və çox təəssüflər olsun ki, bu dəfə də alınmadı. Aşağı. Qəşəng Cavad FK. Hop, qabırğası sındı oyunçumuzun. Ağotdan oyunumuz davam eləyəcək. Hal-hazırda Cavad FK Ağotdan oyunu davam eləyir.
9 nömrəli oyunçunu görürsünüz hal-hazırda ekranlarımızda. 6 nömrəli oyuncu avutu başladı. Aşağı. Qəşəng Cavad Feki. Ay ay. Ne yok da. Ramin müəllim öz heyrətamiz səsi ilə oyunumuza gözəllik qatdı. Aşağı. Şot hal-hazırda 0-0 davam eləyir. Büdrümə oyuncu gözəl qapçı. Gol olacak dedi. Hadi başlayalım. Sabah karakter sınırı. Yaşar. Süper. Müəllim ekranın qabağını tutma. Hadi para birinci var. Ha dostum çıx bu izlə, top dəyərsə. Keç setkan bu izlə. Hörmətli izləyicilərimiz ekranı təpikləməkdə davam eləyin. Oyunumuz 0-0 olaraq davam eləyir. Cavad Feki və Şıx Salahlı Feki olub. Ekranı təpikləyənlərə çox dərin təşəkkürümü bildirirəm. Aha, Cavad Feki hücuma davam eləyir. Hal-hazırda çox təhlükəli vəziyyət yarandı. 9 nömrəli oyuncu Aşağı. Qəşəng. Gol. Bir də alqışlayıram 9 nömrəli oyuncunu. Əhsən. Yaktı. Salam. Yaxınlaşdıranda da oyuncu biraz şeydir, adı nədir? Yaxında olanda görmək olmuyor, nə bura? Şıx Salahlı komandası cərimə zərbəsini yerinə yetirir hal-hazırda. Birini vurmaq lazımdır, əsas odur. Və oyun başladı yenidən. Qəşəng Cavad Feki komandası hal-hazırda hücuma davam eləyir. Oo! Bəli, heç spiker eləyirəm. Qabil Qasımlı hal-hazırda. Əmi ekranın qabağına gedib gəlməyəcək kəssən. Yerdə dur da nə? Gəlib axırın biraz korlayırlar. Bura gələnlər. Hayır yok da. Hayır. Rönek kıldı. Ringlok koyan var kimi koyacak kapıya. Bunlar oynayın, bunlar paslaşın. Yalanlar şeyler var. Burası bir sen futbol ya. Aşağı. Qəşəng 9 nömrəli oyuncu yenə öz fəaliyyətini göstərir. Ay. Allah! Qəşəng. Qaldır oradan qapının ağzına. Gözəl ötürmə və 8 nömrəli. Oy. 8 nömrəli oyuncu çox gözəl. Çox gözəl hərəkət eləmişdi, amma təəssüflər olsun ki, qol olmadı. Tələsmə! Amma biz o 8 nömrəli oyuncudan qol gözləntimiz çox yüksək nəticədədir. Hop, qəşəng. Olmadı. Bir də çerçepi olmadı. Bir-birinizi çaşdırmayın. Hal-hazırda oyunumuzda 0-0. Oyun davam edir, amma 1-0 olmağına çox az qalır. Ayağına vurdu. Cərmə vurdu. Cərmə. Hakim vurdu. Bu cərməsindən olmuyor da oyundan. Hal-hazırda oyunumuzun 15-ci dəqiqəsi gedir. Bilməyənlərin məlumatı olsun ki, oyunumuz biraz gec başlamışdı. 15-ci dəqiqədə hal-hazırda birinci time. Başqa. Və ekranlarımızda hal-hazırda Cavad Fekinin qapçısını görürsünüz. Çox gözəl və güclü 12 nömrəli oyuncudur. Qəşəng Cavad Feki hal-hazırda hücumlarına davam eləyir. Amma təəssüflər olsun ki, Şıx Salahlı Fekinin də qapçısı çox gözəl fəaliyyət göstərir. Ay. Asbəri. Bəri boşda. Hörmətli izləyicilərimiz, telefonu bir yerdə tutmağımız sizin oyunu görməməyinizə səbəb ola bilər. Ona görə də top hansı istiqamətdə hərəkət eləyirsə, telefonumuzda o formada hərəkət elətdiririk.
Hal-hazırda Şıxsalalı komandası hücum eləmək istəyirdi ki, offside və Ha bu hani daşkın hemen. qolum ağır değil mənzur. Bizimki var ama bu. Bu çok kabahat valla. Servo tek kalır. Abi kaydır da. Fayda biliyorsun başka yerden bir glok verin. Aha. Nə hadisə baş verir burada belə? Yok daha Hakim öz tövsiyələrini həm Qaraqaşlı oyuncusuna, həm Şıxsalahlı oyuncusuna təqdim elədi və oyun davam eləyir. Cavad FK komandası hücuma keçir və qəşəng! Yox, Şıxsalahlı komandasının qapısı çox gözəl fəaliyyət göstərir. Və. Şıxsalahlı komandasının oyuncuları topu özlərində saxlamağa davam edirlər və qəşəng Cavad FK-nin komandası topara getdi. Avutlar oyunumuz davam edir və Cavad FK-nin 9 nömrəli oyuncusu qəşəng. Qardaş, bu nə var? O nə sər oyun aparır? Naburot deyil cərmə. Bir də əməl edir, ondan göz qabağındadır, elə şey olur. Cavad FK komandasına azar çəkir, öz narazılığını bildirir hal-hazırda. Cavad FK-nin ayrılaşmışdı diye komandası yok. Götür cərmə təhsil edir. Gitti ufak. Yaşar. Qəşəng Cavad FK-nin komandası, qəşəng. Ay. Və hücuma davam edirik. Gol ola bilər, gol sevinci yaşaya bilərik hörmətli izləyicilərimiz. Qəşəng 9 nömrəli oyuncu. Top! Ay. Yaşar. Çox gözəl oyun nümayiş elətdirir Cavad FK-nin komandası. Stivə yazmaq lazımdır. Həmən apazının səsi də ağır. Qəşəng, çox gözəl. Başını kaldır. Cavad FK-nin komandasının izləyicilərindən biri bizə çox gözəl sözlər söyləyirdi hal-hazırda. Bizi tarifləyir. Gördüm bu. Sağ ol Qədir. Cavad FK yenə də öz hücum xəttini təşkil elədi və bu səfər qol olma ehtimalı böyükdür. Ver bunu. Çox təəssüflər olsun ki, bu qədər hücum etməsinə baxmayaraq Cavad FK hələ ki hesabda irəliyə keçə bilməyibdir. Qəşəng, çox gözəl, çox belə qəşəng oyun nümayiş elətdirir. Amma Şıxsalalı komandasının qapıçısı da çox qüvvəli və qapıya hakimdir. Çox sidir, babat qoluydu. Onlar onu oynayırdı. Kaçtan kaldı? Ha? Kaçtan ne? Danışmağa bir şey yoxdur. Hal-hazırda cərimə zərbəsinin hakim tərəfindən təyin olunur. Cermen has komanda. Cərməni Şıxsalalı komandası yerinə yetirəcək. Çox təhlükəli ola bilər. Maraş Qurbatılı komandası. Çox təhlükəli ola bilər. Cavad FK komandası çox diqqətli olmalıdır. Qapçı öz tövsiyələrini komandaya verir. Və hakimin fitsəsi ilə cərimə zərbəsinin Şıxsalalı komandası başladı və qəşəng Cavad FK-nin komandası. Qəşəng qapçı, çox gözəl hərəkət. Çox gözəl. Çox çətinliklə də olsa Cavad FK-nin qapçısı o topu saxladı. Elə niyə deyirsən? Dinə rahatsan. Sən ki ol. Ya, həyəcan nədir odur? 2 var 2 sayı hesabla 2.
Bilirsən nə idi? 2 dənə vur bax sizə şey. Bəli, çox qüvvətli cərmə zərbəsi idi. Çox qüvvətli idi. Yəni o vermək lazım. Orada başqa qapçı əgər olsaydı o qol ola bilərdi. Saxı olsaydı. Ay yox, sağa cavabdır. Hal-hazırda hesabımız 0-0 olaraq davam eləyir. Oyunumuzun 20-ci dəqiqəsi bitmək üzrədir. Tam uşağın bax əli topu, uşağın nədir? Hələ 25. Ekranı bəyənməkdə davam eləyin gözlər izləyicilərimiz. Hal-hazırda burada bəyənmiyor. Şıxsalalı komandası cərmə zərbəsindən oyuna davam eləyir. Və çox təhlükəli vəziyyət yarana bilər. Qəşəng. O da çəkmə də, özün vəziyyət oynayır. Əks hücumlar ola bilər. Qəşəng. Hücumun qarşısı alındı. Yox. Eləmə fikrə. Su ver o bizcan. Hal-hazırda Cavad FK-nin 9 nömrəli komandanın oyuncusu zədələnmiş ola bilər. Bunu nətər yaxınlaşdırır? Deyən görüm. Ha, baxım. Mən də deyim. Qəşəngdir. Mən burada həm canlı yayın açmışam, həm də spiker eləyirəm. Qabil Qasımlı. Dur dayağa şükür Allaha. Jetondan yaddan tam var, qabiliyyəti olmaz. Ay, jeton lazımdır bizə, oyunumuzu görsünlər. Nə necədir? Aha. Gözəl oyun davam eləyir hal-hazırda. 9 nömrəli oyuncu, çox gözəl oyuncusudur. Çox qəşəng oyunlar davam elətdirir. Hadi sol ayağını. Oy. Səşər. Kapıya. Ay. Eyb yox. Hadi nə görməyim. Gəldi özü bura bilər. Hal-hazırda Şıxsalahlı komandasının qapçısı cərmə zərbəsindən oyuna davam eləyəcək. Hop. Cavad FK-nin qapçısı cərmə zərbəsindən oyuna davam edəcək. Müəllim.
Bunun o böktündə. Salahlı oyuncuları cərimə zərbəsindən. Oy 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 oy. Çox təəssüflər olsun ki, Salahlı komandası 1-0 önə keçir hesabda. Cərimə zərbəsindən vurulan gol Cavad Fekinin qapısına daxil oldu. Çox gözlənilməz bir hadisə oldu. Top verin, nereye topu toplasın. Top. O topu verin lan ha. Şıx Salahlı komandasının bir dəqiqə deyəcəm neçə nömrəli oyuncuydu o. Bilə bilmədim. Neçə nömrəli oyuncudur? Son nömrəsi yoxdur. Sentrdən Cavad Feke komandası oyuna davam eləyir. Hələ ki oyunumuzun vaxtına çox var. Qəşəng Cavad Feke. Kan lağız yatsın. Orayında final var. Ondaydı o. Görünüyor oradan baxmaq çəkmək. Ha, biz. Hal-hazırda oyunumuz 1-0 davam edir. Burada gelin. Ay, ta o çək oyna. Keçən oğlansın. Ver Davut. Ha topları götürsün lan biri oradadır biri burada kanalda. O bakçıya gitti. O birisi bakçıya gitti. O değil alsın bak. İndi şık Salahlı. İləri top sənə gedir. Əlim gəlir. Əyni başına çıxar. Kadra girmeden zəhmət. Ucuz verdi. Salam. Hörmətli izləyicilərimiz, xoş gəlmisiniz. Cavad Fekenin oyunu davam edir hal-hazırda. Hesab 1-0 Şıx Salahlı xeyrinədir. Hal-hazırda top Cavad Feke komandasındadır və irəliləyir. Oyunun başlaması hardasa bir 25 dəqiqə olar. Oy. Sarı deyil. Bax gəlir buradan yoxlasın. Sol ayaq dəymədən yoxlasın. Qəşəng. Aha, hal-hazırda Cavad Feke cərimə zərbəsini yerinə yetirəcək. Bu təhlükəli ola bilər. Bu çox təhlükəli ola bilər. Kalkın. Və Cavad Fekenin izləyiciləri hal-hazırda uca səslə səslənirlər. Qəşəng cərimə zərbəsinin qarşısı alındı Şıx Salahlı oyuncular tərəfindən. Yo bayağı biri laf. Lezzet tattı buradan şöyle o. Yukarıda. Aşağıdan olacak. Cavad Feke komandası outdan oyuna davam eləyir. İnşallah ki bizim də ümidimiz Cavadın qalibiyyətidir. Spikerimiz de var burada. Qəşəng Cavad Fekenin komandası, amma çox təəssüflər olsun ki Aşağı bizimdir. outdan davam eləyəcək. 6 nömrəli oyuncu qəşəng. Kaşay. Bir tane daha. Bir dənə də qəşəng 9 nömrəli oyuncu çox gözəl, amma təəssüflər olsun ki Sağ ol sen. Bir şık Salahlı. hesab 1-0 Şıx Salahlı komandasının xeyrinədir. Buradan top cərimə zərbəsindən top Adın meydan nedir? daxil oldu.
Adın nədir? Qabil Qasımlı. Qabil Qasımlının səhifəsinə gedim, mən bağlayıram. Orada Qabil taksi. Qabil taksi. Eşitdiniz. Çox təəssüflər olsun ki, qayda pozuntusu qeydə alındı hakim tərəfindən. Mən burada oturmaq üçün çox. Orada oturma da, orada otursun mən şeyə çəkəməyəcəm. Orada oturma. Oturun sən baxın. Oy 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 oy, yenə Şıxsalalı komandası cərimə zərbəsi yerinə yetirəcək. Çox təhlükəli zonadır. Kəsrət bulan qopsun o. Bu da qapı. Vuracaqlar qapıya, qapı tutacaq. Baxın. Sakalı var. Sarı var. Şu göğün tükeğini gelir. Burada atalarımız deyir ki, dəvə həmişə qoz içmir. Çox gözəl Cavad FK komandası oyuna davam edir. Cumrah Əhval-Ruhiyyə. Çox gözəl, amma təəssüflər olsun ki, burada heç bir oyuncumuz olmur. Sim yavaş buradan ha, bu da bura çıxartacağım. Çəkmə, Şıxsalahlı'nın 12 nömrəli oyuncusu vaxt uzatmaqdan ötürü cəmaatın həyətinə topu ötürür. Qəşəng gol, çox təəssüflər olsun ki, bu qapçını haradan tapıb qoyublar bura. Bir də qəşəng, amma qapıya tərəf getmir. Yavaşla. Ötürülən topları Cavad FK komandası qəbul edir. Hücumda çox gözəl performans göstərirlər, amma hələ ki hesabda geridə qalırlar. Cavad FK-nin oyuncuları çox gözəl məharətlə hücuma keçdilər və hesabda irəliyə keçmək olar. Amma çox tər. Cavad FK-nin oyuncuları can qoyurlar hal-hazırda. Cərmə zərbəsi yerinə yetirəcək Cavad FK. Hal-hazırda mən bir spiker olaraq çox həyəcanlıyam. Buradan hər an gol səsi gələ bilər bu cərmədən. Hörmətli izləyicilərimiz, ekranı təpiqləməkdə davam eləyin. Birdən uzaqlaşdıramayın. Haydi Cavad FK-nin komandası. Hesabı bərabərləşdirmək vaxtıdır və əks hücum davam eləyir hal-hazırda, amma çox Dön, bir yağda olardı. hal-hazırda Cavad FK komandası cərmə zərbəsi yerinə yetirəcək və bu gol sevinci ola bilər, amma çox təəssüflər olsun ki, bu səfər də hesab bərabərləşdirmək mümkün olmadı. Şıxsalahlı komandası çox müqavimət göstərir Cavad FK komandasına. Hal-hazırda Cavad FK komandası Şıxsalahlı komandasına hücum təşkil edib və
Kaldırdı ve oy 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 oy. Qəşəng Cavad Feke'nin komandası ve hesap beraberləşə bilər. Qəşəng gol! Oy 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 oy. Bu qapıçının Işıq Salalı komandası hardan tapıb qoyub bura. Çox gözəl performans göstərir. Işıq Salalı komandasını xilas edən yalnız və yalnız onların qapıçısıdır. Cavad komandası hal-hazırda çox böyük müqavimət göstərir Işıq Salalı komandasına. Amma ki, geriyə oynamaq olmaz, bu təhlükəni yaratmaq olmaz. Hal-hazırda hesab 1-0 davam edir. Cavad Feke komandası hücuma devam ediyor. Çok güzel 8 numaralı oyuncu, 9 numaralı oyuncu çok güzel performans göstermene bakmayarak topu itirdi. Çok güzel 9 numaralı oyuncu. Out'tan oyun devam ediyor. Qəşəng. Qəşəng Cavad Feke'nin müdafiəsi. Qapçı. O da çok sert top idi, çok sert. Qəşəng Əksüzün devam edir, qəşəng gol ola bilər. Amma çox təəssüflər olsun ki, 8 numaralı oyuncu topa yetişə bilmədi. Hesab bərabərləşə bilərdi. İkinci time çok güzel oyunlar bizi gözləyir. Çünki küləyin istiqaməti Cavad. İkinci time'dan söhbət edirəm mən. Darıxma sən. Küləyin istiqaməti Cavad Feke'nin qapısına tərəf. Qəşəng Cavad Feke. Hal-hazırda oyunumuz 1-0 Işıq Salahının xeyrinə devam edir. Işıq Salahlı və Cavad Feke arasında keçirilən mübarizədə 1-0 Işıq Salahlı komandası öndə olmağına baxmayaraq Cavad Feke komandası çox güclü hücumlar təşkil edir. Hal-hazırda Işıq Salahlı komandası cərimə zərbəsi yerinə yetirəcək. Hörmətli izləyicilərimiz, ekranı təpikləməkdə davam edin. Qapıçının əlindən aldı Işıq Salahlı komandasının oyuncusu. 4 nömrəli oyuncu çox performans göstərməyə çalışsa da Cavad Feke'nin 6 nömrəli oyuncusu ona qalib gəldi. Cərimə zərbəsindən Cavad Feke oyunu davam edir. Hal-hazırda hücuma keçir Cavad Feke komandası. 9 nömrəli oyuncu çox gözəl performans keçir. Bu nədir? Neynirsən sən? Neynirsən sən? Cərimə qardaş o. Hücumda olan oyuncunun ayağına girərək ona mane oldu. O topu bax.
Hal-hazırda təhlükəsizlik məqsədi ilə burada Hop. Cavad Feke'nin komandası çok güzel performans gösteriyor. Baxa qəşəng oyun nümayiş etdirməyinə baxmayaraq və dəyişiklik ola bilərmi hesabda? Yox. Bu səfər də alınmadı. Hə? Mod nədir ya? Mən bilmirəm elə şey. Baxa balaca boy olmağına baxmayaraq çox gözəl performans göstərir. Hal-hazırda Cavad Feke komandası hücuma davam eləyir. Hesabda dəyişiklik eləmək lazımdır Cavad Feke. Yaxınlaşdır biraz, yaxşı görsən. Nətər? Bayoxa. Mən buradan görürəm axı. Qəşəng Cavad Feke'nin oyuncusu. Qəşəng alqışlayıram bu hərəkəti. Ay. Qaldırdı və dəyişiklik ola bilərmi hesabda? Amma yox, təəssüflər olsun ki, bu səfər də alınmır. Ne oldu? Və birinci tayım sona yetdi. 1-0 Şıxsalalı komandası hal-hazırda öndədir. İkinci tayım Cavad Feke komandasına uğurlar arzulayırıq. Canlı yayıma gəlməyi unutmayın. Hal-hazırda canlı yayın bağlayın. Qabil bağlama bir dənə. Ha. Nə istəsən? Özümü bir dənə mod edeyim. Ha, niyə ha? Oradan mən lazım olanda şotu yazım da ora. Allah göstərmə. Nə deməkdir o? Vuracam indi sən canlı. Şot yazın nə idi? Dayan görüm də, dayan görüm nə varmaq istəsən, dayan. Salam yazın bax, Qasımov. Hə, basın saxla telefon. Basılı saxlayayım. Qasımovun adı. Ha, ha. Neçə bağırsan ki? Geç sən ora. Ha, nə varım? Burada. Nə? Bu. Ver bura. Ha, bu göstər mən bilim də oynat Bilmirsən eləyir. axı. Bax. Bir daha vurdum. Ha, deyəndə mən göstərmək eləyəcəm. Moderatör ekle yazın. Ha, hafızlıq gəlmə deyən hafiz. 3 nöqtəyə bas. Bassın. Moderatör ekle. Əklədim. Onay. Ha, şu. Hal-hazırda Cavad Feke və Şıxsalalı Feke arasında gərgin mübarizə gedir. Nə arasında mən niyə qıtıqlayacaq? Düş aşağıdana bağla canlını. Tamam. Nə qədər fasilə olacaq? 10 metre. Hörmətli izləyicilərimiz, 10 dəqiqədən sonra Cavad Feke və Şıxsalalı Feke oyununa davam edəcək. 1-0 Şıxsalalı Feke'nin xeyrin olmayana baxmayaraq Cavad Feke çox gərgin mübarizə apardı. Ümid eləyirik ki, Cavad Feke ikinci taymda hesabda irəlidə olacaq. Qəşəng alqışlarla azad çeşdər Cavad Feke komandasına öz ürək dirəklərini verirlər. Ay, sigaret olsa gedəcək. Ha? Sigaret olsa gedəcək. Sigaret çəkməyi xahiş edirəm canlı yayında. Canlı yanda keçən girdim, oraya getdi mənimki. Abi sonra getdi. Wi-Fi'm zəif değil mi? Meydançamız isə Qaraqaşlı kəndinin stadionudur və çox gözəl şəkildə buranı təmir ediblər. Elə bil ki, qapımızla biraz problemimiz var. Çünki küləyin istiqaməti gördüyünüz kimi əgər ağaca fikir versəz, bizim Cavad Feke komandasına tərəf idi. Hal-hazırda Cavad Feke'nin baş məşqçisini görürsünüz ekranlarımızda. Barmağı ilə ikinci taymda çox gözəl hesab nəticələri görəcəyinizə əminlik yaradır. Canlı yayımızı bağlayırıq. 10 dəqiqədən sonra sizi canlı yayımızda gözləyəcəyik.